Salam əzizləyicilər. Bugün mən sizə bəzi CD problemi yaşayan pasientlərin ümumi olaraq şikayətlərindən danışmaq istəyirəm. CD problemi yaşayanlar nədir? Bəzi pasientlər sistit əlamətləri ola bilər. Bunlar qısa müddətdə müalicə alırlar və sağalırlar. Ancaq ikinci qrup bir xəstə var ki, bunlar müalicə alsalar belə sistit əlamətləri davam edir. Bu sistit əlamətləri fərqli səbəbdən ola bilər, sistitlər. Bir, normal bakterioloji sistitlər olur. İkincisi isə kültürdə, yəni normal əkilmədə inkişaf etməyən bakteriyalar olur. Bunlar əsasən cins infeksiyalardır və digər istisna olan bakteriyalardır. Ən çox burada ureoplazma səbəb ola bilir. Yəni şikayət var, iltihabi proses var, sistit var, ancaq əkilmədə heç bir şey çıxmır. Bu zaman xəstədə PCR müayinə ilə ureoplazmaya baxılır CD-də. Normalda CD əkilmələri verilir, bu formada inkişaf olur, bakteriya koloniyalardır gördüyünüz kimi. Ancaq bəzi hallarda isə heç bir şey inkişaf etmir. Petridə tamamilə boş olur, hansı bir koloniya inkişaf etmir. Və xəstədə leykosit də olarsa, nitrit negativ, leykosit pozitiv olarsa, bu zaman biz hər hansı bir bakteriya görünməzsə mütləq ureoplazma PCR müayinəsini tövsiyə edirik xəstələrə. Belə əgər birbaşa olaraq inkişaf olarsa, nitriti pozitiv və inkişaf olarsa, biz o zaman antibiotik həssaslıq qoyuruq və həssas olan antibiotiklərdən müalicəmizi aparırıq.